Baş prokurorluq tərəfindən hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntularının qarşısının alınması, şəffaflığın təmin olunması və korrupsiya hallarının aradan qaldırılması məqsədi ilə kompleks tədbirlər görülür. 2025-ci ilin 1-ci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb. Təkrar tibbi müayinədən keçirilmiş 26 nəfərin hərbi xidmətə yararlı olduqları məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqləndiyinə görə, onlar üzrə toplanmış materiallar hərbi xidmətə çağırılmaları məsələsinə baxılması üçün aidiyyatı dövlət qurumuna təqdim olunub. Sözgedən dövr ərzində qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı bir əməliyyat axtarış tədbiri keçirilib və bunun nəticəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qeyd olunan qurumun vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı baş idarədə 2 cinayət işi üzrə istintaq davam etdirilir. 3 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub. Araşdırmalar nəticəsində aşkar edilən pozuntularla əlaqədar ümumilikdə 157 həkim və tibb işçisi barəsində aidiyyatı üzrə Səhiyyə Nazirliyinə və təbibə təqdimatlar göndərilib. Eyni zamanda həkim məsləhət komissiyalarının tərkibinə yenidən baxılması üçün aidiyyatı dövlət qurumuna müraciət olunub. Qeyd edək ki, bu sahədə daha kəsərli tədbirlərin görülməsi nəticəsində Baş idarədə 2023-cü ildə 23, 2024-cü ildə isə 49 material üzrə araşdırma aparılıb. Ümumilikdə 6 əməliyyat axtarış tədbiri keçirilərək nəticədə 6 cinayət işi başlanaraq məhkəmələrə göndərilib. Bundan əlavə 2023-2024-cü illər ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə aidiyyatı qurumun vəzifəli şəxsləri barəsində 5 halda prokuror təsir tədbirləri tətbiq olunub. Bundan başqa 2023-2024-cü illər ərzində Korrupsiyaya qarşı mübarizə baş idarəsində həmin dövlət qurumunun vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı 13 cinayət işi istintaq olunaraq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyatı dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin olunacaqdır.